Salam, mən Rəhimova Solmaz, Cövdət Hacıyevana 3 nömrəli 11 Musiqi məktəbinin qanun ixtisası üzrə müəllimiyəm. Bugünkü açıq dərsimiz 3-cü sinif şagirdi Məmmədova Zəhra ilə keçiriləcəkdir. Bizi fortepianoda müşahidə edəcək Eyübova Sehrani. Açıq dərsimizin mövzusu Süleyman Ələsgərovun Rəqs əsəridir. Bu əsəri seçməkdə məqsədimiz texnikamızın artırılması, dinamik şəraitlərə fikir vermək və qanun ifaçılarının ən böyük çətinliyi bizim alternativ şəraitlərimizin çoxluğu və aplikaturaya fikir vermək olacaq. Ona görə də əsas fikrimiz Rəqs əsərinə yönələcəkdir. Ondan öncə istəyirəm ki, Zəhra zəhmət olmasa, nə edək? Əllərimizin isinməsi üçün bizi ifaya hazırlamaq üçün bir dənə etüd ifa edək. Hansı etüd ifa edək? Səid Rüstəmovun nömrə 30. Nömrə 30 etüdünün. Buyur, zəhmət olmasa ifa et ki, biz artıq əsərimizə hazır olaq. Bu əsərimizdə, etüdümüzdə? Sürətə, dinamik işarələr nə edəcək? Fortelər, pianolar aydın şəkildə bilinsin ki, sən burada forte etdin, növbəti dəfə pianotin səsi yüngülcə astalaşdırıq, yəni səsimiz tam itir. Oldu? Nə ifa edirik? Süleyman Ələsgərov Rəqs taxtası. Hansı tempdə yazılıb əsərimiz? Allegro vivac. Allegro vivac. Amma məşq prosesində biz onu orta tempa salıb, moderator və yaxud da allegro tempində ifa edə bilərik. İndi zəhmət olmasa Sehrani müəllimə ifa et. İşarələrini tanısa, işarələr qoymuşdur. Sol diz. Fa diz, sol diz, buyur və diqqətli. Bu əsərimizdə. Özünə hansı səhvləri gördün? İlk öncə özün mənə fikri bildirə bilərsən? Ritim dəyişiklikləri yadım. Nə səbəb oldu sənin ritim dəyişikliklər etmənə? Alternativ işarələrinin çox olduğuna görə. Çox olduğuna görə və yəqin ki, düzgün pauza yerində onu düşürtmədiyin üçün o sənə növbəti xanədə çətinlik yaratdı. Başqa ifanda hansı qüsurları, kiçik qüsurları, hansı əskikləri gördün? Foşlaqları eləmədi. Bəli. Foşlaq nə idi Zəhra? Milizmdir, yəni bəzək işarəsidir. Sənin əsərin başlanğıcında olan milizmi, yəni foşlağı etmədin. Başqa?
İki dənə faşlaq var. Biri əsər başında, biri də ikinci dəfə təkrar Bəli, olunur. eyni mövzunu ikinci dəfə təkrar. Amma onlar bir-birindən seçilir. Nə edəcək? İkinci faşlıqda sən nəyə fikir verəcəksən? 3 dənə 3 notdan ibarətdir və sağ ələ düşmək üçün hansı əllə biz başlamalıyıq? Sol əllə mütləq başlamalıyıq ki, bizim aplikaturamız əgər düz olmasa, Zəhra gördüyün kimi bircə dənə 1 saniyə sənin alterasiya işarələrini gecik qaldırmağa və yaxud salmağa sənin növbəti xanədə çox böyük çətinlik gətirəcək. Ona görə hər bir xanəyə diqqətlə yanaşırıq. Mən istəyirəm ki, bir-bir, mövzu, fraza biz bölək, əsərimizi ifa edək. Mən də sənə köməklik göstərim. Birinci dəfə zəhmət olmasın indi biz faşlalara, hələ ki, Seyhanə müəllimə siz ifa etməyin üçün faşlalara fikir verək. Zəhmət buyur. Dayanmırıq, zəhmət olsa bir yerdə ifa edək. 3, 4. Yox, hayır. Bir də gedək. Hazır. 3, 4. Çox sağ ol və burada mütləq ritmə fikir verməli. Hər iki faşları düzgün ifa etməli. Zəhmət olmasa bu frazanı Seyhanə müəllimə ifa edək. Hazır. Çox sağ ol Zəhra, növbəti. Buyur. Tempimizdən qaldı. Niyə? Çünki 2 dəfə diqqət etmədin. Sağ əlimizi 2 dəfə təkrar etdik. Heç vaxt eyni tempdə burada nə edirik? Sağ əli təkrar etməyə işarəmiz yoxdursa və eyni tempdə gediriksə sağ əli nə edirik? Təkrar etmirik. Sağ, sol, hər şey qaydada olacaq. Bir də zəhmət olmasa, başqa bir mövzu 2 dəfə gedir Zəhra. Biri forte, biri piano. Biri forte olacaq və nəyə diqqət edirik? Dinamik şeylərə diqqət edirik. Forte nədir? Güclü ifa edirik. Piano zəif ifa edirik. Buyurdu. Ona görə birinci dəfə güclü ifa edirik, ikinci dəfə ona görə də görsən birinci dəfə yuxarı oktavadadır, sonra düşürük aşağıdır. Ona görə birinci güclü, ikinci zəif. Buyur, tək ifa et zəhmət olmasa. Uzatma. Bəli, indi Seyhanə müəllimə davam edirik və gedirik davamına. Nə edəcəksən? Düzgün əlini uzatdın ki, bizim çərək pauzamız var və o anda çərək pauzanın zamanında tez biz do cezi, yəni do cezi qaldırmalıyıq ki, sən musiqinin davamını ifa edə biləsən. Getdik. Hazır. Problemimiz neydi? Alterasiya işarələri. Yenə də alterasiya işarələri. Alterasiya işarələrini vaxtında qaldırmaq üçün biz ev məşqlərinə, evdə olan məşqlərə çox fikir verməliyik. Yaxşı, ancaq bir şeyi çox uzun müddətli ifa etmək lazımdır. Ən azı 10-15 dəfə sən bir yerə ifa etsən, o səndə artıq problem yaratmayacaq. Oldu? Getdik növbəti hissəyə.
temp dəyişikliyimiz olanda Sehrənə müəllimə mövzunu çalanda sən diqqətlə bir-birinizi hiss eləməlisiniz konsertmesterlə. O qədər çox biz məşq eləməliyik ki, sən artıq onun tempini, o da sənin tempini alırsın, tamam? Diqqətlə sən Sehrənə müəllimə baxırsan ki, orada problem yaranmasın. Zəhmət olmasa bir daha asta-asta olan yerdən başlayaq. Alterasiya işarələri üzərində, yəni rıçaqlarımızı cəld qaldırıb salmaq üzərində, dinamik işarələrimizi nə etməliyik, diqqət eləməliyik, forte pianonun zamanında, vaxtında düzgün musiqinin gözəlliyini göstərmək üçün bildirməliyik və sənin problemin birazca ritmdən, tempdən qaçırıq qabağa və yaxud. Bunu həll etmək üçün nədən istifadə eləməliyik? Metronomdan istifadə eləyək. Bunu evdə də bunun məşqlərini edirik ki, sən artıq temp tam sən daxilində hiss edəsən ki, tempdən ritmdən çıxmayasan. Tam kiçik yaşlardan sən indidən metronomu alırsan, gələcəkdə inşallah sənə qismət olsun. Ansambllarda, orkestrlarda ifa eləyəndə artıq sən orada sən tək ifa etməyəcəksən. İndi sən Sehrənə müəllimə müşahidə edir, orada səni bir 70 nəfər, 50 nəfər orkestr ifa edəcək. Ona görə hamı bir nəfər kimi el effekt bir-birini hiss edib el effekt etməlidir. Ona görə bizə nə kömək olacaq? Metronomdan istifadə edəcəyik. Bəli, hansı tempdə əsərimiz yazılıb? Allegro vivace. O tempdə çala bilərik. Gəl düzənləyək. Çox da tez olmasın. Mən də sənə kömək edəcəm ki, yavaş-yavaş öyrəşəsən. Eşitsən? Tez gəldi Zəhra, düzdür? Biraz astalaşdırırıq ki, sənə çətinlik törətməsin. Amma qulağın burada olsun, yaxşı? Eşidə bilirsən metronomu, yoxsa biraz çətinlik çəkirsən? Deyəsən, biraz çətinlik çəkirsən. Çoxaltmalıyıq ki, sənə gələcəkdə bu problem yaratmasın. Ona görə evdə də nə edirik? Naushnikdən taxaraq qulağımıza metronomu, tempimizi, sürətimizi ayarlayırıq. Əgər hansı temp sənə rahatdırsa və yavaş-yavaş onun üstünə tempi qoyuruq. Birdən bir tez tempdə çalmaq olmasın. Birlikdə bir dəfə ifa edək. Hazır?
Çox sağ ol Zəhra. Nə edirik? Ev tapşırığımız nə olacaq? Sən öz üzərində, nələr üzərində işləməlisən, mənə zəhmət olmasa məlumat ver. Birincisi metronun üzərində. Bəli, ən çox işimiz bizim metronomla. Asan deyil, metronomla iş, özün də bilirsən ki, çətinlik çəkirik, biraz yolumuz var, amma onu alırsan, sən çox gözəl ritm duyğusu, musiqi duyumu olan gözəl bir musiqi çəkməyə yetişəcəksən. Ona görə evdə metronomsuz ifa etmirik. Qamma da ifa etsək, etüd da ifa etsək, mütləq ki, biz metronomla ifa edirik ki, ritmdən çıxmayaq. Başqa? Sonra alterasiya işarələri. Mütləq, yəni bizim qanun alətinin çətinliyi nədən ibarətdir? Alterasiya işarələri, yəni rıçaqları vaxtında salıb qaldırmaq, hər saniyənin öz zamanı var. Hamısını biz bir-bir görsən, hər çərək nöqtə, hər 8 nöqtə biz harada işarəni qaldırıb salmaq var, hamısını yazmışıq. Ona görə sən oradan başqa haradasa onu salsan, bizə problem olacaq. Növbəti xanələri rahat keçmək üçün sən hamısını öz zamanında etməlisən. Başqa? Əsərinizdə nə var idi? Bəzək işarələri var idi. Hansı işarələrdir? Forşlaqlar var idi. Forşlaqları da diqqətlə ifa edirik ritm daxilində. Yəni əgər biz əsəri bəzəmək istəyirik, o demək ki, ritmdən çıxır. Düzdür? Mütləq şəkildə forşlaqlara diqqət edirik. Dinamik işarələrimiz var idi. Nə var idi? Forte, piano. Bir mövzunun 2 dəfə ifa olunması, birini forte ifa edirik, o birisi piano. Tamam, ona görə Zəhra, sənin ev tapşırığın olacaq ki, digər əsərlərin hamısı üzərində işləyirsən. Rəqs stakato əsərini konsertə çıxardacağımız üçün onun üzərində işimiz daha çoxdur. Sən diqqət edirsən bütün çətinliklərimizə. Etüdun, qamman ifaya başlamamışdır. Mütləq ki, onlarda məşğul olursan, gələn dərsə daha yaxşı vəziyyətdə gəlirsən. Oldu? Uğurlar.